أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم وبه نستعين إنه خير ناصر ومعين وصلى الله على سيدنا ونبينا وحبيب قلوبنا وشفيع ذنوبنا أبي القاسم محمد المصطفى صلى الله عليه وعلى آله الطيبين الطاهرين المعصومين ولعنة الله على أعدائهم أجمعين من الآن إلى لقاء يوم الدين. أعوذ بالله من الشيطان الرجيم حتى إذا جاء أحدهم الموت قال رب ارجعوني لعلي أعمل صالحا فيما تركت كلا إنها كلمة هو قائلها ومن ورائهم برزخ إلى يوم يبعثون. Sadaqallahul aliyyul azim. Peyğəmbər ali Peyğəmbərə salavat zikr edək. Bəli, bu gün mübarək cümə günüdür. Allah bu günü hər birimizi mübarək eləsin inşallah. Bu gündən cümə günü olmaqdan əlavə həm də bu gün Füzuli şəhərinin, Füzulinin azad olunduğu gündür. Ayın 17-si və eyni zamanda ayın 20-si Zəngilanın azad olunduğu gündür. Ki Allah bu günləri bu xalqımız üçün mübarək eləsin inşallah. Dünya və axirət bizləri Peyğəmbər ali Peyğəmbərdən ayrı salmasın inşallah. Bəli, inşallah bu gün oxuduğumuz ayə ətrafında bir neçə kəlmə söhbət edəcəyik. Ən əhəmiyyətli mövzulardan da biri axirət və haqq hesab günü barəsində olan mövzudur. Quran-ı Kərim elə demək olar ki, bütövlükdə bu ünvan barəsində çoxlu ayələr nazil olunub. Hədislərdə çoxlu hədislər deyilib bu barədə. Çünki insanın ölümlə bağlı hər bir halda ölümü xatırlaması, yada salması insanın mənəvi və ruhi inkişafına xidmət edir. Ola bilər kimsə fikirləşməsin. Bəzən görürsən, bəzi yerlərdə adətdir, ölümü yada salanda nə bilim qulağın dartır, barmağın dişləyir. Ölümü yada salanda xurafat hesab olunan digər əməllər, hətta bəzən görürsən biri qəbrə bilmir, əlin uzadır, 3 dəfə deyir dişdə barmağını qoy dişivin arasına, sonra qoy ayağının altına, sonra bir də dişdə. Bu proses 3 dəfə təkrar olunsun ki, o rəhmətli bunu öz yanına aparmasın. Ancaq bilmir ki, gec-tez insanın, hədislərdə buyurulur, insanın aldığı nəfəs hədisdə belə buyurulur. Elə tərcüməsi budur. Hər bir aldığınız nəfəs ölümün addım izləridir. Ki, ölümün addım izləridir ki, sənin aldığın nəfəslə özün büruzə verir. Yəni, sən hər bir addımında, hər bir nəfəsində, hər bir saatında, hər bir dəqiqində əslində ölümə doğru tələsirsən. Hətta tələsirsən, gedirsən yox, tələsirsən. Məsələn, biz deyirik, səhər açılsaydı filan olardı, birisi gün olsaydı filan olardı. Ayın axırı olsaydı, indi biri deyir pensiyalardan, biri deyir maaşalardan, biri deyir işimi yekunlar. Amma əslində insan nə edir? İnsan vaxtın tez keçirməyin istəyir və istəyir ki, daha tez yetişsin. Quran-ı Kərimdə Allah Teala buyurur: "İza caa eceluhum la yestəxirun sa'atan və la yestaqdimun." Əcəl, yəni o təyin olunan vaxt, o müddət yekunlaşdı, gəldi, çatdı. Nə bir dəqiqə tez olacaq, nə bir dəqiqə gecikəcək. O zamandır, o təyin olunub. Eynəma kuntum yudrikkumul maut vələv kuntum fi burucin müşəyyədə. Alınmaz möhkəm qalalarda da gizlənsiz. Ölüm vaxtı Allah Teala buyurur, ölüm gəlib sizi haqlayacaq. İnnel mevtellezî yefirrûne minhu fe innehum mulâqîkum. Bu da mübarək Cümə surəsindədir. O ölüm ki, siz ondan qaçırsınız, o sizi yaxalayacaq. O gəlib çatacaq, yetişəcək. Deməli, ölüm hər bir şəxs üçün qaçılmazdır. Məsələn, Quran-ı Kərimdə bir ayədə Allah Teala ölümün adını yəqin adlandırır. Hətta ətanəl yəqin.
Günahkarlardan soruşacaqlar ki, nəyə görə bu işləri elədiniz? Nə vaxt elədiniz? Necə elədiniz? Onlar da günahların etiraf edəcəklər. Buyurur, nə zamana qədər? O zamana qədər ki, yəqin gəlib bizi haqladı. Yəqin gəlib bizi haqlayana qədər biz bu işlərimizlə məşğul idik. Təfsir alimləri deyir, bilirsiniz Allah Teala niyə orada yəqin adlandırır ölümü? Ahirətə imanı olan da ölümü qəbul eləyir, yəqini var ölümə, imanı olmayan da. Möminlər də bilir öləcəklər, kafirlər də bilir öləcəklər. Günahkar da bilir öləcək. Hər kəs bilir ki, mən öləcəm. Geci tezi, bəziləri ölümü uzaq zamanda görür. Məsələn, 100 ildən, 200 ildən sonra. Bəziləri yaxında görür. Amma bu ölüm vaxtının yetişməsi hər şəxs üçün 100%'dır. Burada tərəddüd yoxdur, şübhə yoxdur, heç kimin qəlbində. Hətta ətanəl yəqin. Allah Teala ona görə orada dedi, onların dili ilə, bizim dilimizlə dedi ki, yəqin bizi haqlayana qədər biz öz günahımızda, öz fitnəmizdə, öz fəsadımızda davam edirdik. Deyirlər, ona görə deyildi ki, hamının yəqini var öləcək. Deməli, bu ölüm bizim əlimizdə deyil. Bir iş ki, bir şey ki, bizə aid deyil, bizim o barədə durub, vaxtı təyin eləmək, vaxtı dəyişmək, bu bizə heç düşmür. Yaraşmır, durub bizə aid olmayan məsələni biz müzakirə eləyək. Deyək ki, biz filan vaxtı öləcək və yaxud da ki, ölməyək. Deməli, bu bizə aid olan məsələ deyil. Bizə aid olan məsələ nədir? Biz necə öləcəyik? Hansı şəkildə ölə bilərik? Və yaxud da ki, öləndən sonra biz hara gedəcəyik? Bunu Allah Teala deyir, bunu müzakirə eləyin, bunu qəbul eləyin. Çünki bəzi işlər var ki, insanın dünya həyatında onu insan müəyyən eləyə bilmir. Bəzən görürsən, insan asan, rahatçılıq içindədir, rifah içindədir. Çətinliyə düşməyin necə olduğunu müəyyən eləyə bilmir. Elə bilir ki, ömrü boyu belə bir rahatçılıq davam eləyəcək. Bir nəfər vardı, əvvəl çox gözəl, rahat həyat tərzi keçirtmişdi, amma sonda bir çətinlik qarşısına çıxdı. O özü danışırdı, deyirdi, bəlkə də deyir, buna görə mən indi şükür edirəm ki, bu çətinliyin nə olduğunu Allah mənə daddırdı. Və mən bu zamana qədər bilmirdim ki, kimsə çətinlik içində ola bilər. Məsələn, maddi rifahda da idi o şəxs. Deyir, məsələn, bir nəfər desəydi ki, mənim məsələn imkanım yoxdur, filan işi görə bilmərəm, deyir, mən şübhə eləyərdim o insana. İnanmazdım. Ona görə ki, necə ola bilər bir insanın filan qədər məbləği olmaya əlində. Deyir, amma bu çətinliyə düşəndən sonra, bu problemin içində, özüm bu problemləri yaşayandan sonra mən başa düşdüm ki, nəinki maddi problemlər, hətta mənəvi problemlər də elə bir həddə gəlib çıxar ki, insan üçün. İnsan hər bir vəziyyətə düşə bilər. Ona görə Allah Teala buyurur, arada sizi aclıqla, arada sizi qıtlıqla, arada sizi xəstəliklə və digər işlərlə imtihana çəkirik, sınağa çəkirik. Ki, insan həmin o çətinliklərin içərisində bir rahatçılıq tapsın. Bir, belə deyək də, o məyusluğu uzaqlaşdırsın özündən və öz Rəbbin tapsın əslində o çətinliyin içərisində. Ona görə Allah Teala insanları bəzən imtihandan keçirdir, dünyada kiçik sınaqlardan. Görürsən, orta məktəbdə ya ali məktəbdə, xüsusən orta məktəb dönəmində sınaqlar olur, sınaq imtihanları. Ali məktəbə qəbul, Allah Teala hər kim hazırlaşırsa, hər birinin arzusunu yerinə yetirsin, hər kəsi müvəffəq eləsin. Bu yolda, bu elm yolunda təhsil alan və Allah həmin o təhsillə bərabər mənəvi ab-havamızı da yoluna qoysun, mənəvi atmosferimizi də nizamlasın inşallah. Çünki təhsil təkcə bəs eləmir. Təkcə təhsil insanı hədəfə çatdırmır. Gözəldir, amma təhsillə bərabər ədəb, əxlaq normaları da yerində olsa, Həzrət buyurur ki, insan ən sevimli və ən xoşbəxt insandır.
Həzrəti Peyğəmbər sallavatullaha sual verdi səhabələrdən biri. Buyurdu ki, ey Allahın Peyğəmbəri, ən sevimli, fəzilətli mömin kimdir? Həzrət buyurdu ki, ən əxlaqlı olan mömin. Kimin əxlaqı daha gözəldir, ən fəzilətli odur. Fəzilət bilirsiniz nədir? Fəzilət yəni üstünlük. Üstünlük kimdədir? Fəzilət, fəzil, yəni Allahın neymətlərin sonsuz dərəcədə bəxş elədiyi bir şəxsiyyət. Allah öz fəzilətin bəxş edib ona. Neymətlərində qərq edib onu. Həzrətə sual verdi, dedi, ey Allahın Peyğəmbəri, ən fəzilətli mömin kimdir? İnsan yox, mömin. Möminlərin içərisində ən üstün məqama malik olan kimdir? Bilirsiniz, Həzrəti Peyğəmbər sallallahu nə buyurdu? Buyurdu, ən çox əxlaqı gözəl olan, ən əxlaqlı olan. Sual verən ardıca başqa bir sual verdi. Dedi, ey Allahın Peyğəmbəri, bunu bildik, ən əxlaqı gözəl olan insan ən xoşbəxt, ən fəzilətli insandır. Yaxşı, ən ağıllı mömin kimdir? Biz deyərik də, filan kəs ağıllıdır. Niyə? Məsələn, ruzisin daha yaxşı çox qazanır, gözəl ruzi qazanır. Amma Allah deyir, onun qazandığı ruzi nədir ki? O bir həftə balina üçün işləsə, o ruzi çatdıra bilər balina. Gecə-gündüz çalışsa da. Neyniyə bilər? Ağılla deyil ki, ruzi qazanmaq. Bəzən tədbirləndir. Bəzən bir yola düşməkləndir, üslubun tapmaqlandır ki, həmin o üsluba da yönləndirən Allah Teala'dır. Yəni, ağılla deyil, ruzini əldə eləmək, var dövlət, sərvət toplamaq. Ağıl nədir? Ağıl insana onu deyir ki, sən əbədi səadəti, müvəqqəti səadətə qurban vermə. Ağıl bunu deyir. Amma insan görürsən, müvəqqəti xoşbəxtliyə görə əbədi xoşbəxtliyin məhv eləyir. Görürsən, 2 dəqiqə, 3 dəqiqə, 5 dəqiqə, 10 dəqiqə ləzzət yaşamaq üçün bəzən insan ömrün fəsadda keçirdir. Həyatın bərbad şəkildə, həyasın, abrın, heysiyyətin görürsən əldən verir. O 5 dəqiqəyə görə. Kim abrın, həyasın bir neçə ilə görə itirib? Heç kəs. Həmin o dəqiqələrdə öz abrın, həyasını xərcləyir insan. Əgər əldən verirsə, o dəqiqələr naminə verir. Həzrəti Peyğəmbər sallavatullahdan soruşdu, Allahın Peyğəmbəri, bəs ən ağıllı kimdir? Həzrət buyurdu ki, əkfəruhum lil-mavt zikra. Ən ağıllı insan odur ki, ölümü daha çox xatırlayır. Ən ağıllı ölümü daha çox xatırlayır. Niyə insan ölümü daha çox xatırlamalıdır? Ona görə ölümü daha çox xatırlamalıdır ki, insan ölənə qədər necə yaşam tərzin özü təyin eləyir. Və ölənə qədər insan necə yaşasa, elə də ölür. Öləndən sonraki zamanı da, həyatı da növbəti həyat. Ölümdən sonra həyat bitmir ki. Ölümdən sonraki həyat, növbəti mərhələdəki yaşam tərzi necə olacağın, həmin o ölən zamana qədər ki, yaşam tərzi müəyyən edir. Ona görə buyurur, ən ağıllı insan odur ki, ən çox ölümü xatırlayır, ən çox ölümü yadına salar. Və əhsənuhum lima ba'dahu isti'dadən. Və o insan ən ağıllı insandır ki, Həzrəti Peyğəmbər sallallahu buyurur, ölümdən sonra necə hazırlaşır? Ən yaxşı ölümdən sonraki zaman üçün ən gözəl şəkildə hazırlaşır. Həzrət Əleyhisselam buyurur, o yol üçün hazırlaşın. Yol uzundur, çətindir, yol yoldaşı yoxdur və eyni zamanda azuqə azdır. Azuqə o yolda azdır, götürün, çoxaldın. O yola uzun bir səfərdir, səfəriz uzundur. O uzun səfər üçün azuqəni bolluca götürün. Nədir azuqə orada? Buyurur ki, təqvadır. Təqva. Həzrəti Peyğəmbər sallallahu buyurdu ki, ən ağıllı insan odur ki, ölümü ən çox o xatırlaya və ikinci də həmin ölümdən sonraki həyat üçün, ölümdən sonraki zaman üçün özün daha gözəl hazırlaya.
Ki mən öləndən sonra məndən sual soruşacaqlar. Nə elədin? Ömrünü harda sərf elədin? Cavanlıq vermişdim sənə, Allah deyəcək. Sağlamlıq vermişdim sənə, deyəcək. Həmin o sağlamlığı hara sərf elədin? Hansı yolda, hansı uğurda onu məhv elədin, aradan apardın? Ölüm elə bir haldır ki, insan öləndən sonra insan oyanır, ayılır. Necə ki, insan görürsən yuxudan, bəzən yuxuya bənzədiblər də ölümü. İnsan yuxudan durandan sonra deyirsən, nə yaxşı ki, oyandım, bir çətin yuxu görəndə, dəhşətli yuxu görəndə. Nə yaxşı ki, yuxudan oyandım mən. Oyanandan sonra insan görür, mən yatıbmışam. Hədis buyurur ki, insanlar ən-nasu niyamun, Həzrəti Mövla Əli əleyhissalam buyurur, insanlar yatıblar, yuxudadılar. Fəizə matu intəbəhu, elə ki, insanlar öldülər, oyanırlar. Amma bir dənə fərqi var, öləndən sonra insanların bu dili öləndə görürsən bağlanır. Və bu dillə danışmaq bu dünyada verilmişdi insana. İnsanın bu gözü bağlanır, amma insanın mənəvi gözü açılır. İnsan eşidir, görür, amma danışa bilmir, deyə bilmir, dərdin deyə bilmir. Səbəb nədir? Səbəb odur, bağlanıb, əlaqə kəsilib. Dünyada, ona görə Allah dönə-dönə Quran ayələrində ölümü misal çəkir. Ölüm barədə danışır. Deyir ki, ölüm bilirsiniz nədir? Hətta izə cəə əhaduhumul maut. Deyir, o zamana qədər onlara möhlət verildi. Həmən zaman ki, gəlib çatdı. Ölüm onlardan birini haqladı. Qalə Rabbirciun. Onlar nə deyərlər? Deyərlər, ilahi, bizi qaytar dünyaya. Bizi dünyaya qaytar. Ləalli ə'məl salihən fīmā tərəktu. Ola bilər ki, dünyada bizim yaddan çıxartdığımız gözəl əməlləri biz gedək təzədən onu eləyək. İndi o çətin prosesə düşəndə insan, kaş mən yatmazdım, kaş filan olmazdı, kaş məsələn filan, o kaşlar yığılır üst-üstə, insana bir peşmançılıq gəlir, şiddətli bir peşmançılıq, insan narahat olur və Allahından istəyir, der ilahi, məni qaytar dünyaya, mənim dünyada eləmədiyim, tərk elədiyim o yaxşı işləri mən icra eləyim, yerinə yetirim. Allah nə deyir? Deyir ki, kəlla innəhə kəlimətun huvə qailuha. Deyir, o sözdür deyir. O bir sözdür ki, bu deyir. Əvvəlkilər necə deyirdi, o da deyir. Boş sözdür. Belə lafları dildə desək, o boş bir sözdür, danışır. Və min vəraihim bərzəxun ilə yevmi yub'əsun. Ondan sonra bir bərzəx aləmi var. Dünya ilə qiyamətin arasındakı bir yer. Həmən yerdə qiyamət gününə qədər orada qalacaqlar. Bəzən ola ruhlar aləmi də deyilir. Bəzən orada insanların başqa bir ab-havada, bir formada olaraq ora çıxış eləməsi nəzərdə tutulur. Amma nəticə bundan ibarətdir ki, hansı halda olur olsun, insan dünyasını dəyişəndən sonra insanın ruhu aparılır ora, həmin o bərzəxə. Orada sorğu-sual olunur, orada hesab olunur, orada kitab olunur. Və əsas qiyamət gününə qədər orada öz cəzasının müvəqqəti olaraq, ki, onun da mərhələləri var ki, hansı qrup, hansı kateqori insanlar, hansı şəkildə orada Allah bizləri salihlərdən qərar versin. Həm bu dünyada, həm orada salih insanlardan eyni cərgədə olmaqda müvəffəq eləsin, nəsib eləsin inşallah. Buyurur Allah Teala qiyamət günü nə qədər həmin o yerdə qalacaqlar olar. İndi ölüm nədir? Ölüm insanı həmən yerə çatdırır, həmən məkana aparır. Allah niyə bu qədər dönə-dönə bu ayələri bizə deyir? Çünki Allah bizi sevərək yaradıb. Bir ata, bir valideyn öz övladın sevdiyinə görə deyir filan kəs, filan insanlardan uzaq ol. Məsələn, o yolun yolçuları səni pis yola sala bilər.
səhv istiqamətdə apara bilər. Görürsən, məhəbbət var da, bir sevir, öz övladını sevir, əzizləyir və bilir ki, mənim övladım əgər bu yolu tutsa, getsə, mən özümü bağışlaya bilməyəcəm. Çünki mən onu görə-görə bu yola sala bilmərəm. Allahın rəhmət və mərhəməti o qədər çoxdur ki, Allah bilir ki, insan fəsad eləyəndə, fitnə eləyəndə hansı istiqamətə gedəcək və nəticə hara aparacaq insanı. Çünki sevir bəndəsin, əzizləyir, qayğısına qalır. Və əzizlədiyi bəndəsin istəmir, gözü görə-görə getsin, düşsün həmin o mənfi yollara, fəsad əhli olsun və qiyamət günü də elədiklərinin nəticəsi olaraq. Mən bir söz deyim burada ki, Quran-ı Kərimdə ayələrdə ki, cəhənnəm deyir. Həmin o cəhənnəmin odu, alovu insanın özündəndir. İnsanın özündəndir. Nə deməkdir özündən? Məsələn, eşidərsiniz də deyir, cənnətdəkilər cəhənnəmdəkiləri görəcək, cəhənnəmdəkilər cənnətdəkiləri. Belə deyil ki, bəzən deyirlər, Allah insanı sevirsə niyə cəhənnəmə atır? Allah insanı sevirsə cəhənnəmə atmasın. Bu sözləri eşitmişsiniz də, belə sözlər deyilir. Allah insanı sevdiyinə görə deyir, bu əməli eləmə, bu əməl səni yandırar, məhv eləyər. O sevdiyinə görə deyir. Necə ki, odun hər hansı bir yanmaq, məsələn, yandırırsan, bir yanacaq, müəyyən səbəblər olanda o alov özündən asılı olmayaraq, nəticə olaraq o alov ortaya çıxır. Yanır, od ortaya çıxır. Həmin günahların, əməllərin də nəticəsində insanın həmin o cəhənnəmə düşüb orada yanmasın nəticə olaraq baş verir. Başqa sözlə desək, biraz da aydın şəkildə desək, əgər bir nəfər günah əhlidirsə, fitnə, fəsad əhlidirsə, necə ki, kin, küdurətli insan, necə ki, paxıl insan, necə ki, aram olmayan, narahat insanı ən rahat şəraitdə belə, yataqda belə yatızdırsın, o yata bilməyəcək. Məsələn, biri ağrıyır, bütün bədəni ağrıyır, Allah göstərməsin, Allah bütün xəstələrə şəfa versin. Bütün varlığı xəstəlikdən ibarətdir, ağrıdan, acıdan ibarətdir. O insanın yerini yumuşaq eləməklə rahatçılıq verə bilərsən ona. Mümkün deyil, onun içərdədir onun ağrısı. Onun rahatçılığı içərdən pozulub, narahatdır. Ona görə Seyyid Əzim rəhmətli deyirdi. Deyirdi, Zahid, məni aldatma, cəhənnəmdə od olmaz. Onlar ki, yanırlar, odu buradan aparırlar. Cəhənnəmdə od nə gəzir? Allah məni sevir, məni aparıb cənnətə də atsa, behiştin içərisinə də atsa, o bağça deyirlər, gözəl yerlər, yanında çaylar axır o tərəfə, bu tərəfə. Məni həmin o cəhənnəmin, yox, behiştin ortasına da atsalar, mənim o günahlarım məni həmin o behişdə yandıracaq. Allah ona görə deyir, çəkin o oddan. وَقُودُهَا وَالْحِجَارَةِ اُعِدَّتْ لِلْكَافِرِينَ. O odun şölələri insanlar və daşlardır. Ondan deyir, çəkin. Həmin o cəhənnəm odunun şölələri sənsən deyir, sən, mən. Məni atdıqca cəhənnəmdə od qalxacaq, od yaranacaq, alov qalxacaq. Yoxsa cəhənnəm bir yerdir, ora niyə yanmalıdır ki? Ora niyə yansın? Ona görə Allah Teala deyir, o dünya bu dünya kimi deyil, hər şey gizlin ola. Səni içərdən məhv eləyə. Yox, bu dünya kimi deyil. Məsələn, gecə-gündüz fikirləşirsən, düşünürsən, dərd çəkirsən, qəm çəkirsən, birdən ürək dözmür, partlayır, insan gedir. Deyir, ora belə deyil. Orada həmin o elədiyin günahlar sənin ruhuvu yandıracaq, cismini yandıracaq, amma aşkarda yandıracaq, ortalıqda görsənəcək. Allah buna görə insana deyir ki, ona oxusun. Necə Həzrət İbrahim əleyhissalama bir gözəllik vermişdi, atdı odun içərisinə Nəmrud onu. Odun içərisində deyir, elə bir bağçada əyləşmişdi, yanmadı. Quran-ı Kərim buyurur. Həzrət İbrahim əleyhissalam alovun içində rahat, sağlam şəkildə qaldı.
Elə bir alov ki, yaxınına gedə bilmirdilər. Mancanaqla Həzrət İbrahim əleyhissalamı atdılar o alovun içinə, odun içinə. Qiyamətin nişanələrindəndir. Bir nəfər savab əməl sahibidirsə, onu cəhənnəmə də atsın, orada öz cənnətin yaşayar. Bunlar dildə desək belədir. İndi təbii ki, bunlar biraz izahlandır. Mən nəticə olaraq bunları dedim. Həzrəti Peyğəmbər salavatullahi Allah Teala buyurdu Quran-ı Kərimdə وَلَوْ تَرَى إِذْ وُقِفُوا عَلَى النَّارِ فَقَالُ يَا لَيْتَنَا نُرَدُّ وَلَا نُكَذِّبَ بِآيَاتِ رَبِّنَا وَنَكُونَ مِنَ الْمُؤْمِنِينَ. Ey Peyğəmbər, kaş sən onları görəydin. Cəhənnəm odunda, odun üzərində yandığı zaman, dayandıqları zaman onlar belə deyərlər: Ya ləytəna, ey vay olsun bizə. Nuraddu və la nukəzzibə bi ayati Rabbina. Kaş biz yenidən dünyaya qaytarılaydıq. Yenidən dünyaya qaytarılaydıq və Allahın, öz Rəbbimizin ayələrin heç birini inkar eləməzdik, təkzib eləməzdik. Düz imiş hamısı. Hamısı düz imiş. Hamı doğru imiş. Təsəvvür elə biri gəlir, elə oturduğun yerdə səni himayəsinə götürür. Sən də fikirləşirsən, bu mənim yaxınım deyil, dostum deyil, qohumum deyil. Bu məni niyə əziz deməlidir? Səndə bir şübhə yaranır da özündən. Çünki niyə bu mənə bu qədər əziz deyir? Bu qədər maddi ya mənəvi dəstək olur. Bunun nəsə bir marağı yoxdur, amma məni qabağa çəkir. Məni inkişaf elətdirir. Səni fikirləşməyə vadar eləyir, eləməlidir. Sonda sənə çatır, ya bu həqiqətən də savab qazanmaq üçün eləyirmiş, ya başqa məqsədi var imiş. Müəyyən zamandan sonra o məqsəd bəlli olur. Amma insan çox təəssüf ki, dünyaya gəlir, yaşayır dünyada bir ömür, amma fikirləşmir ki, Allah məni niyə yaratıb? Məni yaratmasaydı nə olacaqdı və yaxud da ki, yaratmaqda hədəfi nədir? Mən elə oturduğum yerdə heç yox idim da mən. Allah məni yaratsın, bu dünyanı mənə bəxş eləsin, bu gözəllikləri versin. Amma məndən heç nə tələb eləməsin. Heç bir marağı olmasın və yaxud da ki, mənə qarşı. Düzdür, Allahın burada maddi yaxud da ki, istəyəcəyi hər hansı bir maraq olmadı, marağı yoxdur, başqa bir maraq. Amma Allahın burada istədiyi nədir? İstədiyi məni kimi əsər, hər bir insan, insan övladı. Mən özümü yox, yəni ümumiyyətlə, insan olaraq. Hər birimizdən istəyi nədir? İstəyi budur ki, biz günü-gündən inkişaf edəyək. Allaha və Allahın yaratdıqlarına bir xələl gətirməyək. Buyurur, qiyamət günü, ey Peyğəmbər, sən onları kaş görəydin. Və onlar belə deyərdilər, elə ki, od, alov, cəhənnəm alovunun üzərində özün gördülər. Həmin alov ki, özlərindəndir o alov. Özlərindəndir, yanacağı özlərindəndir. Onlar belə deyəcəklər, deyərdilər ki, ey kaş biz Rəbbimizin ayələrini inkar eləməzdik. Və nəkunə minəl mü'minin və biz möminlərdən olardıq. Bəl bəda ləhum ma kanu yuxfunə min qabl. Əksinə deyir, onların əvvəldə gizlətdikləri bu gün aşkar olub. Yəni, onlar əvvəldən bilirdilər. Bilirdilər ki, biz əbəs yerə yaradılmamışıq. Bilirdilər ki, dünyaya boş yerə gətirilməmişik. Bilirdilər ki, bu boyda şan şöhrət, bu qədər dünyanın gözəllikləri bizə boş yerə verilməyib. Bu qədər nemətlər bizə boş yerə verilməyib. وَلَوْ رُدُّوا لَعَادُ لِمَانُهُ عَنْهِ. Allah Teala buyurur, ey Peyğəmbər, əgər onları biz yenidən dünyaya gətirsəydik, qaytarsaydıq dünyaya, əleykum salam və rəhmətullah, yenidən biz onları dünyaya qaytarsaydıq və onlara qadağan elədiyimiz, dünyada yasaq elədiyimiz, yəni o günahlar, haramları
bir daha onlar yerinə yetirəcəkdilər. Yenə çəkinməyəcəkdilər. Yəni onlar sözdür deyirlər ki, bizi ilahi dünyaya qaytar, biz daha gözəl işlərlə məşğul olacaq. Necə görürsən, biri həbs olunur, indi hökm oxunanda deyirlər, peşmansan ya yox? Deyir, peşmanam. Peşman olan da deyir, peşmanam, peşman olmayan da deyir, peşmanam. Niyə? İş çətindədir, deyir, peşmanam. İş rahatçılığa çıxdı, elə ki, həmən dönəm yenə qayıtdı, o sərvət, o güc, o qüvvə yenə də əlində oldu, yenə də deyəcək ki, elə əvvəl elədiklərim haqdır. Elə kaş düz eləmişəm, yenə də eləyərdim. Amma o əldən çıxandan sonra, əlacsız qalanda görürsən, zaman gəlir insan üzərindəki örtüyü belə qaldıra bilmir. Mən çox görmüşəm, Allah bütün xəstələrə şəfa versin. Xahiş eləyib üstümdə balaca kiçik örtüyü götür. Ya ayaqlarımı ört, ya ayaqlarımın üstünü aç. Özü eləyə bilmir. Ayağını biraz qaldırsa, o örtüyü düşəcək, çəkiləcək. Ya biraz özü bir hərəkətə gəlsə, o örtüyü üstünə çəkəcək. Amma çəkə bilmir. Güc alınıb, o qüvvə alınıb. فَمَنْ نُعَمِّرْهُ نُنَكِّسُ فِي الْخَلْقِ Əfəla yəqilun. Yasin surəsində oxuyuruq. Biz hər kimin ömrünü uzadırıqsa, verdiyimiz nemətləri yavaş-yavaş ondan alırıq. Zaman var idi, gənc idi, güc qüvvə sahibi idi, qaçırdı, qalxırdı, otururdu, əyləşirdi, rahat şəkildə. İndi birdən-birə hərəkət eləyə bilmir insan. Yavaş-yavaş, əlini tuta-tuta. Görürsən, bel əyildi, gözlər zəifləyib, ağıl day həmin o kəsici deyil, dərhal fikirləşə bilmir, nəsə öyrənə bilmir, yadında saxlaya bilmir. Yavaş-yavaş əldən çıxıb, o nemətlər əldən çıxıb. Allah deyir, bunları mən sənə elə belə verməmişdim. Bunları vermişdim ki, bununla sən əbədi saadətini əldə elə. Bu sərmayələri ona görə sənə yatırmışdım. Amma sən neynədin? Sən bunların hamısını pıç elədin, məhv elədin, əldən çıxartdın. Həzrəti Mövla Əli ibn Əbi Talib əleyhissalam buyurur, insanlar yatıblar, elə ki, öldülər, oyanacaqlar. Öləndən sonra insanın o gözü açılır, həqiqəti görür, həmin o pərdələr aradan götürülür, görür nə var, nə yox. Amma dillənə bilmir, deyə bilmir. Dil möhürləndi. Göz görür, amma deyə bilmir, dərdin deyə bilmir. Həzrət Əli əleyhissalam Nəhcül Bəlağədə çatır qəbrəstanlıq əhlinə belə müraciəti var. Bir kəlamlarından birindədir. Buyurur, ya əhləd diyaril muhişə, ey vəhşətli, qorxulu evlərin əhli sakinləri. Vəl məhallil muqfirə, ey boş yerlərin sakinləri. Boş məkanların sakinləri. Vəl quburir muzlimə, ey zülmət qaranlıqdan ibarət olan, zülmət qaranlıq qəbirlərin sakinləri. Ya əhlət turbə, ya əhləl qurbə, ey torpaq əhli, ey torpağın sakinləri. Ey qərib olan insanlar, insan qəribdir də orada. Görürsən, bir dənə hədislərdə var, sizin göndərəcəyiniz kiçik bir savaba ehtiyacları var. Bir dənə salavat göndərin deyirik ölənlər üçün. Bir salavat zikr eləyək Peyğəmbərə. Kiçik bir salavata belə ehtiyacları var. Bir dənə kiçik xeyir əmələ, savab işin savabına ehtiyacı var. Qəribdir. Heç yerə əli çatmır. Allah ölənlərimizi rəhmət eləsin, ruhlarını şad eləsin. Həzrət buyurdu ki, ey qürbətdə olanlar, ya əhləl vəhdə, ey tənha və yalğız qalanlar, tənhalıq sakinləri. Tənhadır, orada kimi var ki onun? Soyuq məzardır, qəbirdir, qoyulub insan ora, heç kim yoxdur yanında, himayəçisi. Görürsən, bir dənə paltarında bir ləkə olanda saatlarla onun üstündə çalışan adamı qoyublar ora, üstün torpaqlayıblar. Heç xəbər yoxdur, ətər yoxdur.
saatlarla əllərin yuyan insan. Təmizlikdir, gözəldir, mən bu barədə bir söz demirəm. Amma həmin insanı qoyublar ora, orada nə olur, nə proses gedir, getmir. Orada nələr var, qəbirdə olan həşəratlar filanlar, orada heç kimin xəbəri yoxdur. Görürsən o insan ki, günlərlə onun ətrafında əyləşirlər, pərvanə kimi dolanırlar, həmin o insanı da ora qoyublar, amma bir nəfər də yanında yoxdur, xatırlayanı yoxdur orada. Ona görə Mövla əleyhissalam buyurur, ya əhləl vəhdə, ey tək tənha qalan şəxs, tənhasan, heç kimin yoxdur, yalqızsan. Ya əhləl vəhşə, ey qorxulu, hər şeydən qorxan insan. Qorxursan orada. Çünki qəbir evidir, tənhasan, heç kim yox, köməyin yox. Kumel duasında buyurulur, İlahi və Rəbbi mən li qeyruk. Ey mənim Rəbbim, səndən başqa heç kimim yoxdur bu dünyada. Heç kimim yoxdur, tənhayım. Onu insan orada başa düşür, orada dərk eləyir. Amma onda Allah Teala buyurur, və ci'ə yevmə izin bi cəhənnəm. Yevmə izin yətəzəkkərul insan və ənna ləhul zikra. Fəcr surəsinin 23-cü ayəsində buyurur Allah Teala. Buyurur, qiyamət günü insan cəhənnəmə gətiriləcək. Elə ki, gətirildi cəhənnəmə, elədiklərinin hər biri ona xatırladılacaq. Başqa nə deyir? Deyir, iqra kitabək, kitabını oxu. O kitab ki verilib sənə, həmin kitabı oxu. Hansı kitabdır o? Öz yazdığın kitab, əməllərinlə yazdığın kitab. Buyurulur, qiyamət günü həmən kitab o insana veriləcək. Quran-ı Kərim buyurur. Buyurur, iqra kitabək, öz kitabını oxu. Allah Teala buyurur Quran-ı Kərimdə, kəfa bi nəfsikəl yevmə aleykə hasiba. Qiyamət günü sənin öz əleyhüvə oxuduğun o kitab sənə bəs eləyir. Öz əleyhüvə şahidliyin bəs eləyir. O kitab ki sənə təqdim olunacaq, orada oxuyacaqsan, neynəmsən, neynəməmsən, deyir o bəsdir. Hələ heç kim lazım deyil dünyada bir nəfər gəlib desin ki, bu da filan kəs qiyamət dünyada mənim haqqıma girdi. Heç deyir, buna da ehtiyac yoxdur. Buna da ehtiyac yoxdur, bu bəs eləyir. Həzrət Əleyhisselam buyurur, ya əhləl vəhşə, o qorxulu qəbirdə qorxan insan, ey həmin o qorxan insan. Əntum lənə fərətun sabiq. Siz bizdən əvvələ keçdiniz. Bizdən qabaq getdiniz, dünyadan köçdünüz. Və nəhnu ləkum təbəun lahiq. Və bizsə sizdən sonra gələcək, sizin arxızsa. Əmmə dur fəqat sukinət. O evlər ki varız idi, tikmişdiniz, ucaltmışdınız. Həmən evlərdə sizdən sonra yaşayırlar. Məskunlaşıblar. Və əmməl əzvac fəqət nukihət. Xanımları sizdən sonra ailə qurdular. Onlar da yaşayırlar. Siz gedmişsiniz, sizdən xəbər yoxdur. Və əmməl əmval fəqət qusimət. O mal dövlətiz var idi, var dövlətiz var idi. Onlar da öz aralarında bölündü. Sizə heç nə çatmır, öz aralarında böldülər. Mal dövlətiz də böldülər, evlərinizdə yaşayırlar. Ölən sizsiz, gedmişsiniz o qorxulu məzarda, orada yerləşdirilmişsiniz. Allahdan başqa heç bir munisiz yox, köməkçisiz yox. Allahla da bir ömür çağırmamışsınız onu, indi də diliniz gəlmir, çağıra bilmirsiniz. Nəyə görə insan çağıra bilmir? Deyir, bir ömür əzbərləmək lazımdır, yaşamaq lazımdır, ruhunla, cisminlə, Allahla yaşamaq lazımdır ki, həmən gün, o çətin gündə, dillər topuq vuran gündə Allahın adını deyə biləsən, çağıra bilmirsən. Bir ömür deməmsən, bir ömür əməl eləməmsən, o gün çağıra bilmirsən. Hâzə xəbəruma indəna, fəma xəbəruma indəkum. Həzrət buyurur, bu bizim yanımızda, dünyada olan xəbərlər idi, mən sizə dedim. Bəs oradakı xəbərlər nədən ibarətdir? Thumma iltafata ila ashabihi faqal. Sonra buyurulur hədisdə, sonra Həzrət Əleyhissalam
öz əshabına, ətrafında olanlara üzün tutdu, dedi. Dedi ki, əma ləv uzinə ləhum fil kəlam ləəxbərukum ənə xeyrəzzad ət-təqva. Deyir, bilin, əgər onlara danışmaq icazəsi verilsəydi, diqqət eləyin, əsas mövzu budur, əsas önəmli hissə budur. Deyir, əgər Allah onlara danışmaq icazəsi versəydi, onlar bir dənə cümlə deyərdilər, artığın deməzdilər. Onlar bizə xəbər verərdilər, deyərdilər ki, burada lazım olan ən xeyirli azuqə təqvadır. Allahdan qorxmaqdır. Allaha xatir iş görməkdir. Bundan başqa burada heç nə keçərli deyil. Nə var dövlət, nə sərvət, nə elədiyin Allahdan qeyrisinə görə olunan əməllər. Bunların heç biri burada keçərli deyil. Nə qədər əməl filan kəs deyər. Axı filan kəs nə deyər? Görürsən adam var, günahdır, günah eləyir. Filan kəsin sözündən çıxa bilmədin. Filan kəs o günü sənə gəlib amanda saxlaya biləcək. Söz verə bilərmi ki, qiyamət günü gəlib səni xilas eləyəcək? Həmin o filan kəs ki, sözündən çıxa bilmirsən, onun əməli, onun sözü sənin üçün önəmlidir. Allahdan da qabağadırsa, qiyamət günü nə olacaq? Sənin aqibətin nə olacaq? Buyurur, o günü bir dənə söz var, bir dənə əməl var. Təqva, ilahi təqva. Allaha təqvalıq şəkildə əməl eləməkdən başqa heç nə qəbul olunmayacaq. Fəla ənsabə beynəhum. Elə ki, qiyamət suru üfürüldü, o siqnal ki, verildi, laploru dildə desək. Fəla ənsabə beynəhum. Ata, övlad, əlaqə kəsildi, qırıldı. Day atadır, anadır, övladdır, bacıdır, qardaşdır. Bunların heç biri heç birinə görə nə məsuliyyət daşımır, nə də heç biri heç birinə zamin durmur. Qalmışdı başqa bir adam ki, mənə nə deyər? Mən filan kəsə görə keçə bilmədim haramdan, günahdan. Bu ayə ilə inşallah sözümü yekunlaşdırıram, buyurur Allah Teala. Ya əyyuhən nasu təqu rəbbəkum vəxşəv yevmən la yəczi validun ən vələdih və la mevludun hubə cazin ən validihi şeyə. Buyurur, ey insanlar, burada möminlərə xitab eləmir. Quran-ı Kərimin müraciəti iki hissədir. Bəzən görürsən, ancaq möminlərə müraciət edir. Bəzən görürsən, ümumbəşər müraciətdir, yəni bütün insanlar. Kafir də onun içindədir, mömin də onun içindədir, günahkarı da onun içindədir, günahsızı da, məsumu da onun içində. İnsanla özünə deyən hər bir şəxs ora daxildir. Buyurur ki, ey insanlar, öz Rəbbinizdən qorxun, təqvalı olun. Vəxşəv yevmən la yəczi validun ən vələdih. Və qiyam elə bir gündən qorxun, demir qiyamət günü. Deyir, elə bir gündən qorxun ki, gündən qorxun, həmin o gündən. Həmən günü nə ata öz övladının məsuliyyətini daşımır boynunda, öz övladına görə heç nə eləməyəcək, eləyə bilməyəcək. Və la məvludun huvə cazin ən validihi şey'a. Nə də övlad öz valideyninə görə bir iş görə bilməyəcək. Həmən günü hərə öz hayında olacaq. Yevmə yəfirrul mər'u min əxih və ummihi və əbihi və sahibətihi və bənih. Atasından, anasından, övladından, dostundan, yoldaşından qaçacaq. Canın qurtarmaq üçün elə biləcək bir yer var. Amma Allah Teala buyurur, Kəlla la vəzər ilə Rəbbikə yevmə izinil müstəqər. Qaçıb qurtulmaq üçün deyir, heç yer yoxdur, heç bir yer yoxdur. Ancaq Rəbbivə tərəfdir bir dənə qurtuluş yeri. Allaha tərəfindən Allaha çağır, o sənə bir sığınacaq versin, bir pənah yeri versin. Bir yer versin ki, orada rahatçılıq tapasan, bir sığınacaq tapasan. Qiyamət surəsində buyurur. İlâ Rabbikə yevmə izinil müstəqər. Yunəbbəul insan bimā qəddəmə və əxxər. İnsan əvvəldən axıra qədər elədiklərin bir-bir insana xatırladılacaq həmən gün, qiyamət günü. Buyurur ki, nə ata övladına görə, ana övladına görə, nə övlad valideyninə görə heç bir iş görə bilməyəcək. Həmən gündən qorxun. İnnə və'dəllahi haqq. Allahın vədəsi haqdır.
Fəla təğurrənnəkumul həyatud dünya. Dünya həyatı sizi qürurlandırmasın, məğrur eləməsin. Elə qürurlanmayın ki, Rəbbinizin qarşısında da qürurlu olasınız, ona ibadət və bəndəçilikdən əl götürəsiniz. Dünya həyatı sizi aldatmasın. Qürur qərərə kəlməsindən, yəni aldatmasın. Qürurlandırmasın, yəni yalancı qürur gəlməsin. Yalancı şəkildə özünüzə üstünlük hesab eləməyin ki, mən heç vaxt yerə yıxılmaram. Bu yalandır, özünüzü aldatmayın deyir bunlar. Dünya həyatı sizi qürurlandırmasın, məğrur eləməsin. Çünki dünya həyatı o qədər sizin kimiləri yola verib ki, Adəmin deyir ömründən 8000 il keçir də. Dünyada insanın, bəşərin yaşaması 8000 ildən yuxarıdırsa, 8000 ildə gör nə qədər milyardlarla insanlar gəliblər, gediblər, gəliblər, gediblər. Bu gün də dünyada bir 8 milyarda yaxın insan hələ var. Bunlar hamısı gələcək, bir gün gedəcək. Bunlar sizi aldatmasın. Və la yəğurrənnəkum billahil qərur. Allah Teala ardıca buyurur, şeytan da sizi Allahla aldatmasın. Allah xüsus şəkildə bunu qeyd edir. Şeytan da sizi Allahla aldatmasın. Necə yəni Allahla aldatmasın? Şeytan da sizi Allahla, yəni Allahın rəhməti ilə aldatmasın. Deməsin ki, Allah bağışlayan deyə, eybi yox, cavansan, elə, neynirsən elə, Allah inşallah keçəcək. Deyir Allah, şeytan bunu aldatmasın siz Allahla. Allahın rəhmətin sizin gözünüzə çəkib, gözünüzün qarşısında canlandırıb, deməsin ki, Allah sizi bağışlayacaq, narahat olmayın. Bağışlayacaq Allah. Amma sənin elədiyin o əməl əvvəldə dediyimiz kimi səni yandıracaq axı cəhənnəmdə. Necə ki, bugün behişdə də atsa səni cəhənnəmi yaşayacaqsan orada. Hətta belə deyək, behişdə də səni atsa, sən yanacaqsan orada, cəhənnəm alovunda məhv olacaqsan, aramlıq tapa bilməyəcəksən. Misalını da əvvəldə dedik. Ona görə əzizlər, Allahın bizə olan mərhəməti sonsuzdur. Allahın elə mərhəmət və rəhməti bizə deyir ki, özünüzü, öz ruhunuzu, öz cisminizi məhv eləməyin. Dünya həyatı sizi aldatmasın, ahirəti unutmayın, yaddan çıxartmayın. Ona görə əzizlər, ahirəti xatırlamaq, qəbir evini xatırlamaq, ölümü xatırlamaq insanı ən çox mənəvi yüksəkliyə çatdıra biləcək haldır ki, Allah bizlərə bu halı yaşatsın. Dünyada biz yaşayaq, dünyanın ləzzətlərindən istifadə eləyək. Amma o miqdar ki, qiyamət günü bizə unutdururlar. Həmin o qiyamət günü unutduracağı həddə qədər biz çatmamalıyıq. Allahın